Və tövbə gecikdirilərsə, insan günahın üzərinə günah gətirər. Çünki tövbə eləməyəndə insan qəlbində daşlaşma baş verir. Qasva, qəlbin qaralması və qəlbin daşlanması. Və bilirsiniz, yumuşaq şeyə təsir, bərkləşmiş şeyə təsirdən daha asandır. Və tövbə edən qəlbin misalı yumşalmış qəlbə bənzəyir. Yumşalmış bir şeyə bənzəyir. Və ona təsir tez olur. Sözün təsiri və ya mövzənin təsiri, nəsihətin təsiri, tövsiyənin və özün oxuduğu Quranın və özünün oxuduğu hədislərin və özünün hansısa bir dini məqaləni oxuması və hansısa bir tövsiyəni oxuması özünə təsir edir. Lakin daşlaşmış qəlb, tövbə etməmiş qəlb ona təsir etmir. Nə üçün? Çünki tövbəni gecikdirdiyinə görə. Və alimlər tövbəni gecikdirməyi belə ayrıca bir günah sayırlar. Bəzi alimlər deyir ki, tövbəni gecikdirmək böyük günahlardandır. Tövbəni gecikdirmək böyük günahlardandır. Tövbəni gecikdirmək nə deməkdir? Sabah eləyərəm. Və ya birazdan eləyərəm. Və ya qoy bir dənə də olsun eləyərəm. Buna deyirlər tövbəni gecikdirmək. Tövbəni gecikdirmək bəzən bir dəqiqə də ola bilər. Yəni adam əgər deyirsə ki, sonra eləyərəm, bu artıq tövbəni gecikdirməkdir. Bəli. Tövbəni tələsdirmək nədir? Günahdan həmən günahın ardınca istiğfar eləmək. Və Allah Subhanahu taala Quranda buyurur ki, onlar möminlər ki, "İzə fəalu fahişatan" çirkin bir iş görərlərsə günah, "Əv zalamu anfusahum" və ya nəfslərinə zülm eləyərlərsə zəkarullah. Allahı xatırlayarlar. Yəni günahdan sonra Allahı xatırlayarlar. Dərhal. Orada zəkarullah, sonra fəstəğfəru demədi vəstəğfəru fəylə fə birbaşa keçid deməkdir. Fəstəğfər və həmən yəni heç bir gözlənmə olmadan fəstəğfəru li zunubihim və günahlarına həmən tövbə edirlər və mən yəğfiru zunubə illallah. Və günahları Allahdan başqa kim bağışlaya bilər? Və ləm yusirru alə mə fəalu. Lakin onlar etdikləri günahlar üzərində israrlı olmazlar və hum ya'lemun. Onlar bunu bildikləri halda. Və günah üzərində israrlı olmaq tövbəni gecikdirmək deməkdir. Günah üzərində israrlı olmaq və ya artıq günahı xəfifləşdirmək deməkdir. Yəni günah xəfifləşdikcə, günah çoxaldıqca xəfifləşir. Ona görə Əli radiyallahu deyir ki, sizlərdən biriniz günahların kiçikliyinə baxmasın. Böyük dağlar kiçik daşlardan əmələ gəlib.